Doktor, qışda dərinin çatlamasının əsas səbəbi nədir? Soyuq, isti hava, yoxsa yanlış qulluq? Qışda dərinin çatlaması ümumiyyətlə dəri əgər normal turqorluğu varsa, yəni nəmliyi varsa, dəri qışda da olsa çatlamaz. Əgər yox, temperatur yüksək mənfi dərəcələrdə çatlama ola bilər. Bu o zaman baş verir ki, həm dəriyə düzgün qulluq olunmur, həm də dərinin nəmliyi itir. Bəzi xəstəliklərdə də dəri çatlaya bilər, məsəl üçün ekzemalarda da. Bu yayda da ola bilər, qışda da ola bilər, fərq etmir. Amma dərinin nəmliyi təmin olunmalıdır ki, qış aylarında bu çatlama daha çox özünü biruzə verir. Xüsusən əllərə, ayaqlara qulluq olunmalıdır, yəni periferiyada olan hissələrə daha çox qulluq olunmalıdır. Üz nahiyəsi, hansı ki, mənfi temperaturun daha çox təmasda olur. Ona görə mütləq qulluq zamanı nəmləndirici kremlərdən istifadə olunmalıdır. İstifadə olunmadıqda dərdə olan xüsusi liflər azalır və həmin nahiyələrdə dərinin nəmliyi itir və onun hesabına da çatlar əmələ gəlir. Mütləq və mütləq qış aylarında nəmləndirici, xüsusən o şəxslər ki, onlarda həm allergiyaya meyillidirlər, həm dəri turqorluğu azdır, nəmlənməsi azdır, mütləq nəmləndiricilərdən istifadə etməlidir.